İmtahan tipli testlərin izahı ilə davam edirəm. Baxıram 64-cü testimizə. Baxın uşaqlar, news sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlər müəyyən miqdar sayılar ilə işlənə bilməz, yanlışdır. Bunun üçün biz numerativ sözlərdən istifadə edirik. 2-də a spoon of salt, deməli, ev verilibdir, spoon təşkildir, düzgündür. A pair of socks, görürsünüz, ev verilibdir, pair təşkildir. Sayıla bilən isimlər, əgər numerativ sözləri qoşulubsa, onda mütləq cəmdə olmalıdırlar. Görürsünüz, cəmdədir, düzgündür. Several'dan sayıla bilən cəm isimlər işlənir. Several, bars, cəmdədir, düzgündür. A few, bar yox, nə olmalıydı? Bars olmalıydı. A few sayıla bilən cəm isimlərlə işlənir. Deməli, 2, 3, 4, düzgün cavab oldu. Bəndə. Baxıram 65-ci testimizə, agreement testidir. Baxın uşaqlar, burada görürsünüz, söz önlü birləşmədir mübtədamız. Onda söz öndən əvvələ baxmalıyıq. Grains cəmdədirsə, xəbər də cəmdə olmalıydı. Word cəmdə verilibdir, düzgündür. Sonra yazıb ki, a lot of weather changes. Yəni, baxın, burada can verilibdir. Biz bilirik ki, can ümumiyyətlə modal feillər şəxsi kəlməti görə dəyişmirlər. Deməli, düzgündür. Several pieces of advice, o yerində of vardı. Ofdan əvvələ baxıram, pieces cəmdədir. Deməli, helps də cəmdə olmalıydı. S olmaz. 4-də baxırıq, many iron bench. 2 isim yanaşı yapdı. 2-ci isimə baxıram, bench cəmdədirsə, is yox, are olmalıydı. Deməli, yanlışdır. A clothing store, paltar mağazası təkdədir. Is də xəbər də təkdədir. Deməli, düzgündür. 1, 2, 5. Yəni cavabımız oldu. A bəndə. Baxıram 66-cı testimizə. Görürsünüz, yazıb şey drove. O sürür. Deməli, o sürür deyilsə, biz başa düşürük ki, artıq buradakı sözümüz sürmək sözünə aiddir. Yəni feilə, hərəkət bildirən sözə aiddir. Deməli, bizə zərf lazımdır. Sifət ismə aid olur, zərf hərəkətə aid olur. Deməli, olmayanları ələyirəm, çünki dediyimiz kimi bizə zərf lazımdır. Burada da matchdan sonra more olmalıydı. More dangerous olsaydı, heç more dangerous olsaydı belə tərcümədən də alınmırdı, amma qrammatikdə səhvdir həmçinin. Deməli, düzgün cavabımız oldu. Evet.